Bəzi insanlar uzun müddətli təxirə saldıqları gündəlik işlərini daha rahat və səmərəli bitirmək üçün maraqlı bir üsul tapıblar. Admin Night. Yenavaz.com CNN-ə istinadən xəbər verir ki, bu üsul artıq dünyada sürətlə populyarlaşmağa başlayıb. Məsələn, Nyu-Yorkda yaşayan aktyor Benjamin Chipman və dostu Nikita Suri iyul ayından bəri hər çərşənbə axşamı bir kafedə görüşürlər. Onlar həm birlikdə yemək yeyir, həm də çoxdan yığılıb qalmış işlərini həll edirlər. Bu görüşlər zamanı Chipman ssenari üzərində işləyir. Dostu Suri isə şəxsi inkişaf və sənədləşmə işlərinə vaxt ayırır. Məsələn, e-poçtlarını təmizləyir, CV-sini yeniləyir və ya texnoloji bacarıqlarını artırır. Admin Night təkcə gündəlik qayğılar üçün deyil, həm də şəxsi məqsədlər üçün əla fürsətdir. Chipman bu görüşlər sayəsində ssenarisini tamamladığını, Suri isə dil öyrənməyə və mütaliəyə vaxt ayırdığını bildirib. Bu termin ilk dəfə Amerikalı məşhur jurnalist və yazıcı Chris Collin tərəfindən tanıdılıb. Onun fikrincə, tək qaldıqda işləri təxirə salmaq asan olsa da, sosial mühitdə insan daha məhsuldar olur. Psixoloq Debra Kissenin tövsiyəsinə görə, öz admin night'ınızı qurmaq istəyirsinizsə, işə bir və ya iki dostla başlamaq daha yaxşıdır. Az insan olduqda diqqət yayınmır və lazımsız söhbətlər işə mane olmur. Görüşlər adətən qısa söhbətlə başlayır, sonra hər kəs planını açıqlayır və işə girişirlər. Bir çoxları Pomodoro texnikasından istifadə edir. Bu görüşləri həm fiziki məkanda, həm də onlayn formatda keçirmək mümkündür. Bəzi cütlüklər isə bu metodu görüş gecəsinə çeviriblər. Məsələn, ABŞ-nin Portland şəhərində yaşayan Nicole Capetta və həyat yoldaşı hər ay büdcə planlaması və maliyyə məsələləri üçün xüsusi vaxt ayırırlar. Onların dediyinə görə bu vərdiş həm büdcəni qaydaya salıb, həm də münasibətlərini möhkəmləndirib. Mütəxəssislər bildirir ki, bu metod psixologiyada body doubling kimi tanınır. Bu yanaşma xüsusilə diqqət dağınıqlığı yaşayan insanlar üçün çox faydalıdır. İnsan başqa birinin yanında işləyərkən özünü daha məsuliyyətli hiss edir və diqqətini işə daha asan cəmləyir.